bu yaxınlarda Şahin Diniyevin bir müsahibəsi çıxdı qarşıma. Bildirir, elə 90-cı illərdə də Vidadi Rızayevlə bir yerdə İsrailə baxışa dəvət olunublar. Bir neçə kluba gediblər. Birində Şahin Diniyevi bəyəniblər, birində Vidadi Rızayevi bəyəniblər. O qədər özlərinə rahat olublar ki, ikisi də bir yerdə bəyəniləcəyi bir klub axtarıblar. Yəni bu dərəcədə bu adamlar özlərinə güvəniblər. Biz 93-94-cü ildən naşirə futbolçularımız yəni bu çapda olub o dönəmdə. Biz digər nümunələr olsun, Nazım Süleymanov olsun, Vəli Qasımov olsun. O dövrdə mən hətta 15 il əvvəl İsrail deyəndə bəzilərinə qəribə gəlir ki, ölkə harda yerləşir, məsələn, ora necə gedib gələ bilərik. Bu şəkildə ya kimsə deyəndə ki, mən İsraildə olmuşam, bir qədər qəribə baxırdıq. Hələ 20 il əvvəldən qaldı ki, 35 il əvvəl. Yəni bu şərtlər altında gedə bilirdiksə, oynaya bilirdiksə, bizi tanıyırdılarsa, inanıb dəvət edirdilərsə, müasir dövrdür. Bu gün hər şey o qədər rahatdır ki, o qədər asandır ki, biz bugün göndərə bilmiriksə, problem vallahi futbolçularda deyil, bizim yanaşmada sistemin olmamağındadır. O məşqçiləri çox doğru vurğuladınız. Məncə bura əcnəbi məşqçilər gətirmək yox, buradakı o yerli məşqçiləri göndərmək lazımdır ki, orada yaxşı təcrübə keçsinlər. Əlbəttə, Saşnovkalar mütləq şəkildə illərlə bu şeylər haqqında düşünmək bir dəfə gəlib görməkdən yaxşıdır. La Liqanı qıraqdan izləmək, yəni televizordan izləmək. 50 dəfə, amma bir dəfə get gör, o hamısını əvəz eləyəcək. Valla biz o vaxtların milli komandada çalışanda, mən bu yaxınlarda da bu sözü açmışam. Milli komandada çalışanda bizim il ərzində 4-5 xaricdə təcrübəmiz vardı klublarda. Yəni bir gedib Borussia Dortmundun meydançasında oturub məşqləri izləyirsən. Yəni bu Bayer Leverkusendə aşağı yaş qruplarının inkişafını izləyirsən. Qardaş, orada artıq sən oradakı qeydləri eləyəndən sonra istər-istəməz bu sənin gələcək həyatında görüntü böyüdür, sən o gördüklərin səni böyüdür. Gələcək həyatında elə pəncərələr açır, elə yanaşmaları açır. Və sən əlbəttə ki, mən bir şey razıyam. Köhnə futbolçu olmalıdır məşqçilər və istər-istəməz savadlı olmalıdır, qardaş. Çünki sən qarşındakı şəxslə özün başa düşdüyün qədər, orada televizorda göstərdilər qədər danışmamalısan. Sən qarşındakı şəxslə onun başa düşəcəyi tərzdə danışmalısan, ağırlığında danışmalısan. Yox, əşi, bugün elə oturum ağlı cümlələr işlədim ki, hamı baxacaq deyəcək, bu nədir ki? Sonra həmin o qabağındakı şəxs də elə də inkişaf eləyəcək, başa düşmədən. Amma sən futbolun məğzini başa salandan sonra qarşındakına yeməyi nəyə görə yemək lazımdır? O futbolçuya, cavan futbolçudan söhbət gedir. Yatmaq nəyə görə lazımdır? Qaçmaq görə nəyə görə lazımdır? Komanda yoldaşınla davranış nəyə görə lazımdır? Bu sən o şeyləri futbolçuya aşılayandan sonra normal tərzdə o artıq komanda yoldaşından da yola gedəcək. Sabah komandada da biz komanda deyirik. Sabah o komanda yoldaşından sonra ötürüb hər bir şey edəcək meydançada. Yəni meydançadan söhbət gedir ki, Almanlar deyirdi ki, futbolçu səni sevməlidir. Yəni futbolçu məşqçini sevməlidir. Hamı da bəzən bu nə danışır, nə bilim. Sonradan oturub fikirləşirsən, yəni məşqçisən də sən. Sən deyirsən ki, bax, və aşılayırlar da bunu nəyə görə? Çünki qorxu qarmonları ilə sevgi qarmonları arasında dəhşətli dərəcədə fərq var. Qorxu qarmonları insanın inkişafının qarşısını alır. Amma sevgi qarmonları səni yaratmağa sövq eləyir. Və o səni sevdikcə, o futbolçu səni dost kimi, qardaş kimi, böyük, nə bilim, dayı kimi, bir, nə bilim, lider kimi, o səni sevdikcə sənə görə meydançada vuruşacaq. O sənə görə hər bir şeyi meydançada daha yaxşı eləməyə çalışacaq. Çünki inandırırsan sən onu. Sən onu, o belə deyim də, o sevgiyə çağırış eləyirsən ki, qardaşım, sən daha güclüsən, nə bilim, nəsə. Bax, o vaxtların həmin futbolçuların inkişafı, o Vidadi Rızayevlərin, Şahin Diniyevlərin, bax, həmin şeylər idi. Sevgi idi. Yəni, yox, dəhşət taktiki şeylər verirdilər. Mən yalan deyərəm, görməmişim. Sevgi verirdilər. O sevgi də, o dostluq, qardaşlıq, dayaq, nə bilim, inanmaq, kişilik, o gətirib çıxardırdı uğurlara. Bugün Vəli Qasımov Azərbaycan futbolunda dəhşətli bir şəxsdir.
Bu gün Vəli Qasımov, La Liqada oynayan Vəli Qasımov, biz bu gün 3-cü liqadan futbolçu dəvət eləyənmirik Azərbaycana. Təsəvvür edə bilirsən. Amma Vəli Qasımov hara? La Liqa hara? Bugün deyirsən ki, bax, yəni bugünkü Vəli xatırlayırlar. Bugünkü Vəli Qasımov da, yəni Azərbaycanda olan bir Vəli Qasımov kimsə. Bu gün Vəli Qasımov La Liqadakı, biz baxırıq ki, 3-cü liqadan futbolçu gəlmir Azərbaycana ki. Biz bu gün Portuqaliya 3-cü liqasına Azərbaycana futbolçu dəvət eləyənmirik. Bizə şərtlər danışır.